Tradingdə trend kanallarını necə qurmalı? Strategiyanın sirləri və nüansları. Rov Trader'dan hər kəsə salam. Mən Fərid. Bugün sizlərlə ticarət trend kanallarının necə effektiv istifadə etməyi maksimum tez və anlaşılan şəkildə göstərəcəyəm. Bütün nüansları, sirləri və gizli məqamları təhlil edəcəyik ki, materialı öyrəndikdən sonra bu strategiyanı təcrübədə tətbiq edə biləsiniz. Beləliklə, baza biliklərindən başlayaq. İki növ trend mövcuddur. Yüksələn və enən. Yüksələn trend hər növbəti minimum və maksimumun əvvəlkindən daha yuxarıda olduğu hərəkətdir. Bu deməkdir ki, tələb təklifi üstələyir. Qrafikdə biz minimumların yüksəldiyini və maksimumların da artdığını görürük. Deməli, davamlı artım formalaşır. Enən trend hər növbəti maksimum və minimum əvvəlkindən daha aşağıda olduğu hərəkətdir. Burada artıq təklif tələbi üstələyir. Qrafikdən maksimum alçalır, minimumları düşür. Davamlı eniş formalaşır. Tradingdə alıcılar, buğalar, satıcılar isə ayılar adlandırırlar. Bu heyvanların hücum forması ilə əlaqəlidir. Buğa qurbanın buynuzu ilə aşağıdan yuxarıya doğru qaldırır, qiymət artımı kimi. Ayı isə pəncəsi ilə yuxarıdan aşağıya vurur, bazarın düşməsi kimi. Amma anlamaq vacibdir. Marj ticarətində biz özümüzü nə buğalara, nə də ki, ayılara aid etmirik. Biz həm bazarın yüksəlişindən, həm də düşüşündən qazana bilərik. Buna görə də biz mənfəət əldə etmək imkanı olan yerdə işləyirik. Trend xəttinin qurulması və təsdiqlənməsi. Kanalı qurmazdan əvvəl baza trend xəttini düzgün çəkməyi öyrənmək lazımdır. Gələcəkdə bütün kanal məhz onun əsasında qurulur. Enən trend nümunəsini təhlil edək. Əvvəlcə aşağıya doğru impulsiv hərəkətimiz var. Sonra yuxarıya doğru korreksiya başlayır. Korreksiyadan sonra əvvəlkindən aşağı yerləşən yenə maksimum formalaşır. Bu vacib məqamdır. Daha sonra aşağıya doğru hərəkətin davam etdiyini müşahidə edirik. Amma dərhal satmaq olmaz. Niyə? Çünki trend yalnız ən yaxın dəstək səviyyəsinin qırılmasından sonra təsdiqlənmiş hesab olunur. Alqoritm belədir. 1. Aşağı doğru impuls var. 2. Yuxarı doğru korreksiya var. 3. Qiymət əvvəlki maksimumu yenilənmir. 4. Dəstək səviyyəsinin qırılması baş verir. Yalnız qırılmadan sonra biz təsdiqlənmiş enən trenddən danışa bilərik. Dəstək qırılana qədər trend xətti qurmaq və xüsusilə satışa girmək səhvdir. Trend hələ də təsdiqlənməyib. Qırılma baş verdikdə biz trend xəttinin alçalan 2 maksimumundan keçiririk. Bu düzgün enən xətt olacaqdır. Kanalın sərhədləri və hədəfləri. Trend xəttini qurduqdan sonra hərəkətin potensialı hədəfini müəyyən etmək lazımdır. Bunun üçün əhəmiyyətli bir minimumdan paralel xətt çəkilir. Kanal belə formalaşır. Kanalın alt sərhədi mənfəəti fiksə etmək üçün istinad nöqtəsinə çevrilir. Xəttin meyl bucağını dəyişmək üçün onu yalnız orta nöqtədən sürüşdürərək diqqətlə tənzimləmək vacibdir. Paralel xətti qurarkən tez-tez sual yaranır. Əsas kimi məhz hansı nöqtəni götürmək lazımdır? Bəzən qrafikdə bir neçə minimum görünür və formal olaraq onların hər hansı birindən istifadə etmək olar. Ancaq inamlı qırılma və möhkəmlənməmək üçün olduğu səviyyəni seçmək lazımdır. Əgər qırılma zəif olubsa və aydın möhkəmlənmə yoxdursa, yalançı hərəkət və qiymətin geri qayıtması ehtimalı yüksəkdir. Belə olan halda kanal qeyri-dəqiq, ticarət qərarları isə riskli olacaq. Buna görə də prioritet həmişə aşağıdakı xüsusiyyətlərə malik olan nöqtəyə verilir. Qırılma inamlı olub, qiymət səviyyədən aşağı möhkəmlənib, hərəkət dərhal geri qayıtmadan davam edib. Məhz belə bir nöqtə kanalın sərhədini daha əhəmiyyətlidir. Enən kanalın alt sərhədi hərəkətin potensialı hədəfidir. Lakin əlavə olaraq güclü dəstək səviyyələrində nəzərə almaq dəyər. Əgər kanalın sərhədi tarixi səviyyə ilə üst-üstə düşürsə, bu zona daha da əhəmiyyətli olur. Belə bir bölgədə satıcılar mənfəətə fiksə edir, alıcılar giriş nöqtələri axtarmağa başlayır. Dönmə və ya korreksiya ehtimalı artır. Bəzən qiymət kanalın sərhədində yalançı qırılma edə bilər. Bu halda kiçik time framelərdə 5-15 dəqiqə qiymətin səviyyədən yuxarı qayıtmasını gözləmək və yalnız dəstəkdən sonra giriş axtarmaq məntiqlidir. Time framelər və kanalın genişliyi, kanalın keyfiyyəti birbaşa time framelə asılıdır. Ən etibarlı kanallar böyük periodalar qurulur. Gün, hətta ay. Kanal da nə qədər genişdirsə, o qədər güclü və davamlıdır. Kiçik time frame'dəki dar kanallar daha tez etibarlı və hərəkət üçün daha az potensial verir. Çox dar kanal daxilində ticarət etmək tez-tez yüksək risklərə gətirib çıxarır.
Yüksələn trend vəziyyətini nəzərdən keçirək. Biz yüksələn 2 minimum görürük. Bu artıq yüksələn hərəkətin formalaşmasının əlamətidir. Daha sonra əvvəllər artımı qarşısını alan müqavimət səviyyəsinin qırılması baş verir. Bundan sonra təsdiqlənmiş yüksələn trenddən danışmaq olar. Əvvəlcə kanal inandırıcı görünməyə və böyük əhəmiyyət kəsb etməyə bilər. Lakin sərhəddən təkrar geri dönüş etdikdən sonra onu daha dəqiq maksimum və minimumlara əsasən yenidən qurmaq olar. Bəzən əlavə olaraq Q zonası adlanan qiymət bir-birinə yaxın maksimum və minimumların yerləşdiyi sahə ayrılır. Bu, bazar Q-nün nəzərə almağa və hər keçik toxunuşa tam hüquqlu bir siqnal kimi qəbul etməyə kömək edir. Anlamaq vacibdir. 4 saatlıq və daha aşağı time framelərdə girişlər trend xəttinin üzündən deyil, qiymət səviyyəsindən edilir. Xətt hərəkəti istiqamətini göstərir. Səviyyə isə bazar iştirakçılarının qərar qəbul etdiyi konkret qiyməti verir. Əgər kanalın sərhəd gücü, müqavimət və ya dəstək səviyyəsi ilə üst-üstə düşürsə, bu nöqtə xüsusilə əhəmiyyət olur. Məsələn, əgər müqavimət səviyyəsi kanalın üst sərhədindən biraz yuxarıda keçirsə, mümkün satış üçün məhz o prioritet nöqtə olacaqdır. Əgər güclü səviyyə sərhədin özü ilə üst-üstə düşürsə, bu siqnalı gücləndirir. Əsas prinsip, səviyyə ilə daha yaxşı üst-üstə düşən kanal sərhədlərinin daha böyük əhəmiyyəti var. Kiçik time frame'lərdəki çox dar kanallar demək olar ki, heç bir strateji əhəmiyyət yoxdur. Bəli, qiymət sərhədlərdən qayıda bilər, ancaq belə bir kanal daxilindəki hərəkət potensialı məhduddur. Kanal nə qədər genişdirsə, onun etibarlılığı bir o qədər yüksəkdir, hərəkət potensialı bir o qədər çoxdur, əhəmiyyətli mənfəət əldə etmək ehtimalı bir o qədər yüksəkdir. Buna görə də böyük time frame'lərdəki daha geniş kanallara üstünlük verilməlidir. Praktiki nümunə və strategiyaya gündəlik qrafikdə nümunəyə baxaq. Maksimumlar da artır. Bu, davamlı yüksələn trendin formalaşdığını göstərir. Trendi xəttini minimumlar üzrə çəkirik və maksimumlardan keçək paralel sərhəd qururuq, tam hüquqlu yüksələn kanal alırıq. Böyük time frame'lərdəki belə kanallar daha böyük əhəmiyyət kəsb edir. Üst sərhəddə geri dönüş, xüsusən də bu zonada güclü müqavimət səviyyəsi varsa, potensial dönmə üçün güclü bir nöqtə ola bilər. Kanal sərhədi vacib tarixi səviyyə ilə üst-üstə düşdükdə qiymətin reaksiya vermə ehtimalı artır. Əlavə olaraq riyazi səviyyələrdə, məsələn, qanun metodikasına əsas qurulmuş səviyyələrdə istifadə etmək olar. Bu cür alətlər ən güclü qiymət zonlarını müəyyən etmək kömək edir. Aşağıdakılar üst-üstə düşərsə, yüksək dönmə ehtimalı olan zona formalaşır. Kanalın üst sərhədi, güclü üfüq səviyyəsi, riyazi səviyyə. Belə bir zona yaranmasından sonra kiçik time frame'lərə keçmək və əməliyyata girmək üçün dəstəkləyici patternları axtarmağa məntiqlidir. Əgər bazarda aydın enən kanal formalaşıbsa, qiymət güclü dəstək səviyyəsi ilə birlikdə onun alt sərhədinə yaxınlaşdıqda satmaq olmaz. Belə vəziyyətdə yalançı qırılmalar və alış üçün siqnallar axtarmaq prioritetə çevrilir. Ticarət mümkün korreksiya və ya kanalın ortasına yaxud üst sərhədinə qayıdış istiqamətinə aparılır. Anlamaq vacibdir ki, səviyyənin qırılması özlüyündə hələ hərəkətin davam edəcəyinə demək deyil. Kanal daxilindəki mövqeyi və güclü səviyyələrin olub-olmadığını analiz etmək vacibdir. Böyük time frame'dəki enən kanal vəziyyəti kənardan nəzərdən keçirək. Qiymət kanalın alt sərhədinə yaxınlaşırsa və eyni zamanda orada güclü tarixə dəstək səviyyə varsa, bu zonada satmaq olmaz. Hətta qırılma baş verərsə belə, yalançı hərəkət ola bilər. Belə bir nöqtə fəaliyyəti məntiqi belədir. Yalançı qırılmanı gözləyirik, kiçik time frame'lə keçirik, təsdiqləyici pattern axtarırıq, qısa stop loss ilə alışa giririk. Bu halda hədəf ən yaxın güclü səviyyə və ya kanalın ortası ola bilər. Hərəkət əlverişli inkişaf edirsə, kanalın üst sərhədi hədəflənir. Yekun, nəyin yadda saxlamaq vacibdir? Kanal yalnız təsdiqlənmiş trenddən sonra qurulur. Əsas səviyyənin qırılması olmadan trend formalaşmış hesab olunmur. Time frame nə qədər böyükdürsə, kanal bir o qədər etibarlıdır. Dar kanalların əhəmiyyəti daha azdır. Ən güclü nöqtələr kanal sərhədinin vacib bir səviyyə ilə üst-üstə düşməsi zamanı yaranır. Giriş xəttdən deyil, təsdiq olan qiymət səviyyəsindən həyata keçirilir. Trend kanalı sadəcə iki paralel xətt deyil, bu hərəkətin istiqamətini müəyyənləşdirməyə kömək edən, mənfəəti fikrə etmək üçün hədəflər tapmağa imkan verən, güclü səviyyələrə kəsişlikdə güclənən və xüsusilə böyük time frame'lərdə effektiv işləyən bir alətdir. Əsas odur ki, trendin düzgün təsdiqlənməsini qurmaqda tələsməyiniz və qiymətə möhkəmlənməsini nəzərə almalısınız.
Kanallara işləməyə mənimsəyən ən yaxşı yolu təcrübədir. Müxtəlif alətlərdə və time framelərdə kanallar qurun və analiz edin. Trend harada təsdiqləndi, qırılma harada baş verdi, sərhədlər səviyyələri harada üst-üstə düşdü, qiymət buzunlara necə reaksiya verdi. Zamanla siz keyfiyyətli kanallara tərəddüd etmədən dərhal görməyə başlayacaqsınız. Beləliklə, trend kanalları bazara strukturlaşdırmağa, məntiqi giriş nöqtələri tapmağa və hərəkətin hədəflərini müəyyən etməyə imkan verən texniki analizin güclü bir alətidir. Bugünlük bu qədər. Videonu bəyəndinizsə, mütləq dostlarınızla paylaşın. Kanala abunə olmağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Hamınıza uğurlu ticarət. Sağ olun.